Değerli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün artiklın 3-cü bölməsinə, yəni artiklın işlənmədiyi hallara keçirik. Artikl aşağıdakı hallarda işlənir. Ağlı olar. Birinci olaraq, sayılmayan və ya sayılan cəm ismi haqqında ümumiyyətlə danışdıqda artikl işlənir. Bu çox önəmli qaydadır. Ümumiyyətlə danışdıqda deyəkən nəyi nəzərdə tuturuq? Məsələn, deyirik ki, mən kofeni xoşlamıram. Ümumiyyətlə kofeni xoşlamır. Hər hansı bir kofeni nəzərdə tutmur. Və ya uşaqların sevgiyə ehtiyacı var. Hansı uşaqların? Dünyadakı bütün uşaqların. Su insan həyatı üçün önəmlidir. Hansı su? Ümumiyyətlə bütün su. Şəkər sağlığımız üçün zərərlidir. Hansı şəkər? Ümumiyyətlə şəkər. Dolayısıyla sayılan cəm isim və sayılmayan isim haqqında ümumiyyətlə danışdıqda heç bir artikl işlənmir. Baxın, nümunəmizdə görürük. Su, ümumiyyətlə su, hər hansı bir suyu nəzərdə tutmuruq. Su 100 dərəcə Selsidə buza çevrilir. Və ya bayaq qeyd etdiyimiz uşaqların sevgiyə, ümumiyyətlə sevgiyə və ümumiyyətlə qayğıya ehtiyacı olur. Hər hansı bir uşaqları nəzərdə tutmuruq, dünyadakı bütün uşaqları nəzərdə tuturuq. Yəni sayılan cəm isim, sayılmayan isim haqqında ümumiyyətlə danışdıqda artikl işlənmir. Ağlı ballar, ikinci halımız dil adları, buradan ehtiyatlı olun. Dil adları tək işlənərsə artiklsız olur. I learn German, I learn English, I learn Spanish və s. və ilə axıra. Dil adlarının dərhal yanında language olarsa Z işlənir, amma dil adları tək işlənərsə heç bir artikl işlənmir. Görürsünüzmü? Burada bir diyaloq var. Deyir, Yaponiyada insanlar hansı dildə danışır? Yapon dilində. Burada dildən söhbət gedir. Yanında language sözü yoxdur deyə heç bir artikl işlənmir. Ağlı ballar, üçüncü hala keçirik. Adalar təkdə olarsa artikl işlənmir. Adaların təkdə olduğunu hardan biləcəyik? Ada sözünün sonunda S şəkilçisi olmazsa və yanındakı island sözü təkdə olarsa, deməli tək adalardan söhbət gedir. O zaman heç bir artikl işlənmir. Z bölməsində qeyd eləmişdik. Adalar qruplar şəklində verilərsə, yəni cəmdə verilərsə Z artikl işlədilirdi. Ağlı ballar, eyni məntiq dördüncüyə də aiddir. Dağ adları təkdə verilərsə heç bir artikl işlənmir. Dağ adları adətən heç nəsiz də verilə bilər, yəni Everest şəklində, Kilimanjaro şəklində, Baba dağ şəklində verilir və ya onların əvvəlində Mount ola bilsin ki, bəzən də qısa olaraq MT verilə bilər. Yəni təkdə olan dağ adlarının qarşısında heç bir şey olmazsa, əvvəlində MT və Mount sözləri olarsa, o zaman heç bir artikl işlənmir. İstər Mount sözü olsun, istərsə MT, hər üçü, daha doğrusu hər ikisi mountain sözünün qısa formasıdır. Ağlı ballar, davam edirik. Ağlı ballar, artiklın işlənmədiyi 5-ci hala keçirik. 5-ci hal nə deyir? Ölkə, şəhər, kənd adları ilə artikl işlənmir. Nümunələrə baxırıq. Germany, Almaniya, Finlandiya və uşaqların bilmədiyi Hungary, Macarıstan deməkdir uşaqlar. Great Britain artiklsız işlənir. Eyni zamanda şəhər adları da Rome, London, Paris və s. kimi yerlər şəhər adlarıdır. Onlar da artikl ilə işlənmir. Davam eləyək ağlı ballar. Artiklın işlənmədiyi 6-cı hala keçirik. Materik və qitə adları da xüsusi isimdir. Asia, Europe, Afrika, Amerika və s. kimi nümunələr verilib. Qitə adları ilə heç bir artikl işlənmir. Ağlı ballar, oyun adları heç bir halda artikl ilə işlənmir. Oyun adları sayılmayan isimlərdir deyə qarşısına EN də qoya bilmirik və oyun adlarından biz Z artiklı da işlətmirik. Ağlı ballar, 8-ci hala gəlirəm. Həftənin günləri və aylar, yəni həftənin günlərini bildirən sözlər və aylar xüsusi isimlərdir. Bunlar böyük hərflə yazılır və heç bir artikl ilə işlənmir. Nümunəmizə baxırsınız, istər on Sunday olsun, istər on Sundays olsun, April, May, June, July və s. kimi həftənin günlərini və ay adlarını bildirən sözlər artikl ilə işlənmir. Davam edirəm ağlı ballar. Artiklın işlənmədiyi 9-cu hal yemək vaxtlarından bağlıdır. Yemək vaxtları heç bir halda artikldan işlənmir. Yemək vaxtları to have və to eat feilləri ilə əsasən verilir. Yalnız bir istisna, artiklına dediyimiz kimi təkrar bir də vurğulayaq. Bir istisnamız var ki, yemək vaxtlarının əvvəlində onları təsvir edən
bir sifət olarsa, onları təyin edən bir sifət olarsa, o zaman artiklı və ya an artiklı işlənə bilər. To have breakfast article yoxdur, to eat dinner article yoxdur, amma a good dinner desə, a wonderful supper desə, bu zaman biz işlədirik, çünki onların əvvəlinə good və wonderful sifətləri verilmişdir. Ağlı balalar, 10-cu halımız elm və fən adlarından bağlıdır. Elm və fən adları xüsusi isimlərdir. Onlar böyük hərflə yazılır və article ilə işlənmir. Davam eləyək ağlı balalar. Artiklın işlənmədiyi 11-ci hal şəxs adları, yəni insan adlarından bağlıdır. İnsan adları xüsusi isimdir. Onlarla heç bir artikl işlənmir. Nümunələrdə Leyla, Jane və s. kimi nümunələri də aşağıdan gözdən keçirə bilərsiniz. İnsan adları xüsusi isimlərdir. Xüsusi isimlər olduğu üçün də heç bir artiklda işlənmir. 12-ci bölmədən ehtiyatlı olun ağlı balalar. Mostla bağlı testlərdə daha çox nümunə görəcəksiniz. Mostdan sonra isim gələrsə artikl işlənmir. Mostdan sonra zərf gələrsə işlənmir. Adətən mostdan sonra zərfin gəlmə halları demək olar ki, testlərdə görülmür. Əsas olaraq nəyə köklənəcəksiniz? Mostdan sonra isim gələrsə artikl işlənmir. Mostdan sonra sifət gələrsə z artikl işlənir. Bəzən uşaqlar soruşur, bəs müəllim, mostdan sonra sifət plus isim gələrsə necə olacaq? Yenə də mostdan dərhal sonra gələn sözə baxırsınız. Mostdan dərhal sonra isim gələrsə boşluq, mostdan dərhal sonra sifət gələrsə, sifətdən sonra nəyin gəlməsi önəmli deyil. Mostdan dərhal sonra sifət gələrsə, o zaman z artiklı işlənir. Davam edelim ağlı balalar. Bilirsiniz ki, ismin determinants deyirlər də, digər təyin ediciləri də var. Yəni ismin qarşısında təkcə artikl deyil, başqa sözlər də işlənə bilər. Nələr işlənə bilər? Xüsusən əvəzliklər gələrsə, yəni yəlik əvəzliyi olsun, yəlik halda olan bir isim olsun, işarə əvəzliyi olsun və ya miqdar sayıları gələrsə, o zaman artikl işlənmir. E-book, my book. The book, that book. E-book, Jane's book. The books, three books. Yəni ismin əvvəlində digər təyin edicilər olduqda, o zaman artikl düşür. Davam edeyim ağlı balalar. Artiklın işlənmədiyi 14-cü halımız nədir? Bayın nəqliyyat vasitələrlə işlənmə halıdır. Nəqliyyat vasitələri ilə harasa gedib gəlmək deyirik biz. Hər hansı bir nəqliyyat vasitəsi ilə deyirik. Bax, bu ilə sözü ingilis dilində ya by sözünü ilə, ya da in və ya on sözünü ilə verilə bilər. Əgər nəqliyyat vasitələri birbaşa by ilə verilibsə, o zaman artikl işlənmir. By car, by bus, by ship, by ship'in yerinə bəzən by sea verə bilər, by plane, bəzən by plane'in yerinə by air verə bilər, by boat, qayıqla verə bilər. Bunlar hamısı nəqliyyat vasitələridir. Birbaşa işləndikdə heç bir artikl işlənmir. Lakin ilə lalə mənasında in və ya on sözünü verilərsə, o zaman və ya z artiklı işlənə bilər. Davam edək ağlı balalar. Cəhətlərlə bağlı testlərdə daha çox test nümunəsi görəcəksiniz. 16-cı halımız nədir? Üzr istəyirəm, 15-ci halımızdan söhbət gedir. Deyir, cəhətlər xüsusiləşdikdə, yəni böyük hərfi ilə yazıldıqda, dolayısıyla cəhətlərdən sonra ölkə, materik və yaxud da bir region adı gələrsə, o zaman artikl işlənmir, çünki onlar xüsusiləşir və bu zaman onlar cəhəti bildirmirlər. North Amerika, Şimali Amerika deməkdir. Burada artıq məkan adıdır. Hər hansı bir coğrafi cəhəti bildirmir. West Europe deyir, Qərbi Avropa. Bu zamanda xüsusiləşir, heç bir artikl işlənmir. Nümunələrdən də gördüyünüz kimi, heç bir artikl işlənmir. Ağlı balalar, 16-cı hal məşhur haldır. Bilirsiniz ki, maye ilə əlaqəli olan coğrafi anlayışlarımız z artiklından işlənir. Yəni, okeanlar, dənizlər, çaylar, göllər, şəlalələr, kanallar, bunlar z artiklından işlənir. Eləcə də göl. Göllər, yəni göl adları z artiklından işlənir. Lakin göl sözü göl adının əvvəlinə keçərsə, bu zaman artikl düşür. Bir də deyirəm, göl sözü, yəni lake sözü göl adının əvvəlinə keçərsə, xüsusi isim olur, böyük hərf ilə yazılır və heç bir artikl işlənmir. Ağlı balalar, baxın nümunədə deyək ki, götürürəm Baykalı. Standart olaraq Z Baykaldır. Çünki göl adlarına Z artikl işlədilir. Yanında lake sözü verilsə də heç bir şey dəyişmir. Olacaq Z Baykal Lake. Qayda deyir ki, göl adlarında lake önə keçərsə və xüsusi isim olarsa, yəni Lake Baykal olarsa, o zaman artikl işlənmir
və uşaqlar bəzən yanlış öyrənirlər. Bu qayda sadəcə Baykala aid deyil. Baykal sadəcə məşhur göldür deyə nümunələr, testlər onun üzərindən qurulur. Digər göl adları da ola bilər. Yəni bu qayda Baykala aid deyil. Bu qayda bütün göl adlarına aiddir. Davam edirəm ağlı ballar. 17-ci hala gəlirəm. 17-ci halımız nədir? İnsan adlarının əvvəlində qohumluq əlaqəsi bildirən sözlər, peşə, titul, rütbə bildirən sözlər olarsa, bunlar xüsusi isimlər olur və heç bir artikldan işlənmir. Yəni nümunəmizdə Dr. Nixon olsun, ya da ki Uncle Tom olsun, ya da Aunt Emily olsun kimi nümunələrdən görürük ki, bunlar artıq xüsusi isimdir, böyük hərflə yazılıb və heç bir artikl ilə işlənmir. 18-ci halımız uşaqlar, nəqliyyatdır, dindir, tədrisdir və rəsmi müəssisələrlə artikl işlənmir. 19-cu halımız, park, meydan, küçə adları ilə artikl işlənmir. Bunlarda izah olunacaq xüsusi bir hal yoxdur. Bunlar əzbərə dayandığı üçün bunları əzbərləmək şərtdir ağlı ballar. Davam edirəm. Ağlı ballar, biz deyirik ki, park adları ilə artikl işlənmir. Baxın, qaydanı diqqətlə öyrənmək lazımdır. Park sözü ilə deyil, park adları ilə, yəni Nizami park olarsa, ya da Hyde park olarsa, bu zaman artikl işlənmir. Amma park sözü özü ümumi isim olarsa, o zaman görürsünüz, park sözü ümumi isim olarsa, onun qarşısında artikl da ola bilər, z də ola bilər. We went to a park. Biz hər hansı bir parka da getdik deyə bilərik. We went to the park. Biz həmin parka getdik də deyə bilərik. Ağlı ballar, 21-ci halımız. Fəsillər heç bir artiklla işlənmir. Planet adları ümumiyyətlə artiklsız işlənir. Həftənin günləri və ay adları bayaqda vurğulamışdıq. Təkrar vurğulamakta fayda var. Həftənin günləri və ay adları heç bir artikl ilə işlənmir. Central sözü xüsusi isim olarsa, məkan adlarının qabağında verilərsə, böyük hərflə yazılarsa, o zaman artikl işlənmir. Nümunəmizə baxırıq. Central America, Central Europe. Ağlı ballar, artiklın işlənmədiyi hallar bunlardır. Diqqətinizə görə minnətdaram.